Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün mən sizə Oktay Eloğlu haqqında danışacağam. Oktay Eloğlu bildiyimiz kimi Cəfər Cabbarlının ən gözəl əsərlərindən biri hesab olunur. Əsasən də Azərbaycanda teatr sənətinin inkişafı, Azərbaycanda mədəniyyətin inkişafı və sair məsələlərlə bağlıdır. Burada gördükləriniz bizim əsas obrazlarımızdır. Oktay Eloğlu, yəni əsas deyəndə ki, əsər boyu bizə lazım olan obrazlardır. Oktay Eloğlu, Firəngiz, Sevər, Səməd bəy, Gülgəz, Hacıcaman, Aslan bəy, Nadia, Nərgiz, Tamara, Xaspolad, Mazandaranski, Şaqqulu, Şəkinski, Dursun, Muxan, Elxanlı, Rüstəm, Özdəmir, Şvarts və Mor. Mütləq gərək birinci əslindən oxuyasınız. Və onu oxuyandan sonra, yəni o əlavələrlə falan olan hissədən sonra və mənim izahıma, ümumi hissəsinə, ardıcıllığa baxandan sonra artıq məsələlər sizə aydın olacaq. Birinci pərdə remarkada, yəni aktyorların gavə qiyafəsində olduğu verilir. Bu deməkdir ki, adı çəkilən əsər səhnələşdiriləcək. İlk pərdə nə ilə başlayır? İlk pərdə Nadia və Firəngizin nitqi ilə başlayır. Tamara Azərbaycanca danışa bilmir. Oktay ona sözlərin düzgün tələffüzünü başa salır. Belə, bəla, bəla sözlərinin mənasını izah edir. Dursunu cəmaatın salonu dağıtmasını narahat eləyir. Deməli, Tamara Azərbaycanca danışa bilmir. Tamara. Oktay ona sözlərin düzgün tələffüzünü başa salır. Belə, bala, bəla. Dursun cəmaatın salonu dağıtmasını narahat edir Dursunu. Onun nitqindən məlum olur ki, 3 dəfə Xaspolad və Şəkinskinin evinə adam göndərib. Ancaq onlar evdə olmayıblar. Deməli, onun nitqi o kimdir? Dursunun nitqindən məlum olur ki, Xaspolad və Şəkinskinin evinə 3 dəfə adam göndərib, ancaq onlar evdə olmayıblar. Oktay bildirir ki, satılan 3-4 bilet az qala yalvararaq satıblar. Mazandaranski mənzil sahibinin, yəni İvanovski pul istədiyini deyir. Kim deyir? Mazandaranski deyir ki, İvanovski, yəni İvanovski də kimdir? Mənzil sahibi, pul istəyir. Oktaya oyunu saxlamaq fikrini ilk kim verir desələr, Dursun verir. Həmin o Dursundur ki, Xaspolad və Şəkinskinin evinə 3 dəfə adam göndərmişdir. Oktay, Şaqqulunun nitqindən bilinir ki, Əsəd bəy İvanovskiyə Şaqqulunun nitqindən bilirik. Əsəd bəy İvanovskiyə Məclisi Xeyriyyənin fondunun mənzil pulunu verəcəyini təklif etsə də dekorasiyanı söküb gedib. Kassada cəmi 8 manat pul var. Onu da paltar üçün veriblər. Oyunu saxlamaq məsələsi ikinci Şaqqulu təklif eləyir. Deməli, birinci kimdir? Birinci Dursundur, ikinci isə Şaqqulu təklif edir. Oktay üzüyünü Şaqquluya verir ki, aparıb İvanovskiyə çatdırsın. Oktay nəyini verir? Üzüyünü verir. Oktay Tabasaranskinin Dursundan soruşur. Məlum olur ki, o keflənib, yatıb. Oktay Tabasaranski kimdən soruşur? Dursundan soruşur. Dursunun nitqindən aydın olur ki, Tabasaranski rejissordur. Deməli, Tabasaranski kim olur? Rejissordur. Kimdən bilirik? Dursunun nitqindən. Qapını bağlayıb meyxana deyən İlyasgildir. Həsən də qumar oynayır. Deməli, meyxana deyən İlyasgildir, Həsən də qumar oynayır. Hansı qapıdan çıxacağını soruşan Xaspoladdır. Qılıncın olmamasına narahat olan, qalxanını tutacağı barədə sual verən isə Rüstəmdir. Bu oğlan aşiqdir, Leyla adlı gözələ. Sözləri Şəkinskiyə məxsusdur. Şəkinski nə deyir? Bu oğlan aşiqdir, Leyla adlı gözələ. Şəkinski isə saat neçədə gəlib? 11-də gəlib. Həmin bax bu hissədə baxanda deyir ki, Xaspolad və Şəkinskinin evinə 3 dəfə Dursun adam göndərmişdi. Və bu Xaspolad iftarını açıb gəlib. Xaspolad da artıq gəldi də, yəni iftarını açıb gəlib. Senari evdə qoyub. Və məşq vaxtı baş əymək istəmir. O ticarətlə məşğuldur. Onun başı keçəldir. Xaspoladın burnunun böyüklüyünə sataşan Şaqqulu və Mazandaranskidir. Onu kimə sataşırlar? Xaspolada. Şaqqulu və Mazandaranski. Üzüyü İvanovskiyə verən isə Dursun olur. Dünən Oktayın anası Səmədgilə gəlib. Səmədin nitqindən məlum aydın olur ki, Oktayın bacısı xəstədir. Oktayın idealı Səmədlə olan dialoqda məlum olur. Səmədin nitqindən Oktayın əmsi qızı ilə nişanlı olduğu, əmsinin indi nişanlısını başqasına verdiyi məlum olur. Deməli, nədən, kimin nitqindən, Səmədin nitqindən bilirik ki, Oktayın əmsi qızı ilə nişanlı olduğu, əmsinin indi nişanlısını başqasına verdiyi məlum olur. Çünki Oktay arvad tumanı geyinib oyunbazlıq edir. Nəyə görə? Deməli, nişanlı olub. Oktay xalq və mən seçimindən xalqı seçib. O gündən Oktay yoxdur, el oğlu var. O böyük vahidin kiçik bir parçasıdır. Nədir? Böyük bir vahidin kiçik bir parçasıdır. Səməd Oktaya iş tapıb, qubernator Dilmancı maaş 70 manat. Kim tapıb? Səməd. Əlavə 7-800 gəlir. Oktay rüştüyəni bitirib,
Rus-Azərbaycanca gözəl savadı var. Səmədin nitqindən Oqtaya Rus teatrından da təklif gəldiyi məlum olur. Bu dialoqda aydın olur ki, Səməd Oqtayın teatrda oynamağına qarşı deyil. 20 nəfər də yaxşı geyinmiş adamın gəlib bilet aldığı Şaqqulunun dilindən verilir. Oqtay yoxdan var edəcəyim fikrini söyləyir. Bu Allaha xas olan sifətdir. 4 çatralı qadın gəldiyini Mazandaranski xəbər verir. Bununla da kirayə pulu düzəldi. Keçən dəfəki iki rus qızı Nadia və Firəngiz, onlar əslində səhnənin lap əvvəlində gəlmişlər. Qayıdıb yenidən gəliblər. Gəldiyini isə kim deyir? Şaqqulu deyir. Başı açıqdırlar. Cəmi 6 arvad var. Burada Oqtayın Azərbaycan qızını da səhnəyə çıxması ilə bağlı arzusu görünür. Qızlar məktubu Mazandaranskiyə verib. Şaqqulu heyfsilənir ki, onları Azərbaycan qızı hesab etmişdi. Əslində Firəngiz elə Azərbaycanlı idi. Məktubu Mazandaranski oxuyur. Məktubda Oqtayın məharətləri təriflənir. Görüşmək istəyi qeyd olunur. Firəngiz adını da qeyd edib. Firəngiz və Nadia Oqtayla danışır. Firəngizin arzusu bizim də dilimizdə teatrlar olsun. Baxın, nəyimizdə, dilimizdə teatrlar olsun. Nadia'nın nitqindən məlum olur ki, Aslan bəy onlar 3 dəfə teatra gətirib. Birinci Qaçaqlar tamaşası olub. Oqtay həmin tamaşada nəyə oynayıb? Karlı oynayıb. Firəngiz Oqtay haqqında düşüncələrini Nadia'nın dilindən eşidirik. Nadia bildirir ki, Firəngiz Oqtayın Karlı ruslardan yaxşı oynadığını söylüyor. Firəngiz gələn dəfə gələndə çiçək gətirəcəyini söyləyir. Əslində bu dəfə də çiçək gətirib, amma nə olub? Verməyə utanırdı. Nadia'nın İsraili ilə verir. Bununla da Oqtay çiçək alma arzusuna çatmış olur. Önüzündən asılı olmadan çiçəkləri dodaqlarına yapışdırır. İkinci pərdə vaqe olur Oqtayın bəzəndiyi yerdə. Tamaşa haqqında qəzetdə yazı çıxıb. Üstündən bir il keçib. Artıq örtülü, belə deyək də, lojalarda 30-40 nəfər müsəlman qadın var. Qəzetdə Oqtay haqqında yazılıb. Robert Edelgein başını çıxarıb mərhaba, mərhaba dedi. Şəkinski haqqında zəif çıxış etdiyi yazılıb. O qəzetlərdə ancaq Oqtayın təriflənməsindən şikayətlənir. Şəkinskidə Oqtaya qarşı paxıllıq yaranıb. Əslində Şəkinski rolunu yaxşı oynamayıb. Sözünü öyrənməyib. Güllə dəyəndə qolu əvəzinin qarnını tutub, ürəyinin yerini səhv göstərib və s. Mazandaranski də ürəyinin yerini bilmir. Eynən Mazandaranski, Şəkinski. Dursun qəzetdə Oqtay haqqında olan hissəni səsli oxuyur. Aktyorlar özləri təriflənməyib deyə qəzet yazanlar sərxoş kimi qiymətləndirirlər. Qəzetdə Tamaranın başmaqları səhv yerdə çıxarması tənqid olunub. Oqtay bunun həllini tamaşada Azərbaycan qızının oynamasında görür. Tamara ilə dialoqunda Oqtayın Azərbaycan qızlarının səhnəyə çıxacağı ümid eşidilir. Xaspolad and içir ki, qızım olsa da onu səhnəyə keçirəcəm. Kimdir bu? Xaspolad. Sonra bu pərdədə Oqtay bacısı Sevərin saçını darır. Səmədin nitqindən bilinir ki, Oqtayın anası bir il bundan qabaq ölüb. Səməd Oqtayı xəstə bacısını bura gətirdiyi üçün qınayır. Oqtayın artıq Firəngizə aşiq olmağı da Səmədlə dialoqundan bilinir. Kiminlə dialoqda? Səmədlə. Ancaq sevgisini Firəngizə söyləməyib. Səməd deyir, Daniyar bəy Firəngiz üçün elçi göndərmək istəyir. O Firəngizi teatrda görüb. Firəngiz və Nadia'nın dialoqundan da Firəngizin Oqtaya aşiq olduğu bilinir. Firəngiz Amaliya rolunu oynamaq istədiyini dilə gətirir, ancaq atası və qardaşı icazə verməz. Sözlərini də əzbərləyib. Oqtay Firəngizə söz verib ki, bıçaqla öldürülmə səhnəsini ona öyrədəcək. Oqtay Firəngizin səhnəyə gəlməsinə razı olmur. Səhnənin və səhnə həyatının süni olduğunu bilir. Buradakı aktyorlar həddən artıq töhmət eşidir, lakin Firəngiz safdır. Bu töhmətləri qəbul edə bilməz. Bacısının səhnəyə gəlməsinə razı olar, ancaq Firəngizə olmaz. Deməli, bacısına razı olar, amma Firəngizə olmaz. Firəngizdən bir daha səhnə arxasından gəlməməsini istəyir. Qorxur ki, Firəngizi evdə töhmət edərlər. Firəngiz Oqtaya öz məktubunu verir. Oqtay deyir, sən aldanırsan. Sən məni deyil, Şillerin idealını, Şəmsəddin Davuni Pərvizini sevmisən. Kimi sevmisən? Şillerin idealını, Şəmsəddin Davuni Pərvizini. Mən sənin layiq olduğun parlaq və zəngin həyatı sənə yaşada bilmərəm. Firəngiz hər göz yaşına razı olduğunu, onu sevdiyini dilə gətirir. Bax, bu sözləri deyir, amma sonraki hadisədə görəcəyik ki, o sözün arxasında dayanmır. Oqtay Firəngizə söz verdiyi Amaliyanın süni ölüm səhnəsini öyrədir. Aslan Firəngizi Oqtayın yanında görür. Daniyar bəyin sözü özünü doğruldur. Üçüncü pərdəyə gəlin baxaq. Üçüncü pərdədə nəyi görəcəyik? Aslan bəyin qəbul otağında vaqe oldu. Firəngiz Oqtayla olan məktubları kitabın arasına qoyub. Deməli, hara qoyub Firəngiz? Kitabın arasına. Aslan bəy onları tapdı. Aslan Oqtayı yanının otağına çağırtdırıb, Firəngiz ona olan sevgisini danmalıdır.
Firəngiz və Nadiyanın söhbətindən məlum olur ki, 5 aydır ki, Oktay və Firəngiz görüşmürlər. Firəngizi Danyarla nişanlayıblar. Kimlə? Danyarla. Firəngiz Oktayın istədiyi kimi paltar geyinib. Əynində o geyimdir. Gülgəz Firəngizin anası. Demək Gülgəz xanım kimdir? Firəngizin anası. Firəngizin atasının Hacızamanın bəlkə səbəbi olduğunu deyir. Qızdan gizlənməsini istəyir. Hacızaman Firəngizin teatra gəlməsindən xəbər tutub. Hacızaman nitqindən bilinir ki, Aslan bəy və Firəngiz dayısının israrı ilə oxuyublar. Kimin israrı ilə? Dayısının israrı ilə. Aslan bəy atası ilə dialoqunda teatrı məsciddən də müqəddəs yer adlandırır. Oradakı sözlər axundların sözündən yaxşıdır deyir. Aslan bəyin nitqindən onun əslində bacısının mədəni olduğu üçün deyil, qlavalara, qubernatorlara xoş təsir bağışlamış qapalı geyindirmədiyi teatra apardığı məlum olur. Buna deməli bir beynində fikir varmış. Nadia Aslana bildirir ki, Firəngiz Oktayla üzləşmək istəmir. Aslan bəyin cavabından görür ki, o gələcəkdə Oktaya qlavaları təqdim etməyə utanacağından qorxur. Aslan Oktay üçün pul hazırlayıb ki, onu razı salsın. Aslan Nadia'ya tapşırır ki, Firəngiz məclisə əynindəki geyimlə deyil, Rus geyimində gəlsin. Onun Nadia ilə Firəngizi dost etməkdə məqsədi Firəngizi ruslara bənzətmək idi. Nə idi? Ruslara bənzətmək idi. Oktay artıq Aslan bəyin otağına gəlib. Aslan ilk öncə teatr olan saxta hörmətindən danışır. Sonra məktublardan söz açır. Oktaydan bacısının ona yazdığı məktubları istəyir. Oktay verməyəcəyini deyir. Nə sizə deyir, nə sizdən. Çox bir söz, qəşəng söz deyir. Aslan Oktayı məhkəməyə cəlb etməklə qorxudur. Oktay Aslanın vəzifəsini bir heç adlandırır. Firəngiz və Oktay üzləşdirilir. Qardaşının qorxusundan Firəngiz sevgisini danır. Bayaq dedim, onu ancaq aktyor kimi sevdiyini bildirir. Oktay sarsılır. Ürəyi ilə əynəndiyindən təəssüf edir. Aslan Oktaya konvert təqdim edir. Özünü ziyalı adlanır. Konvert yəni pul içində olanda. Pulu görəndə Oktay Firəngizin pula görə öz sözlərini söylədiyini vurğulayır. İntiqam alacağını bildirir. Ancaq Aslan bəy intiqama layiq olmayan odun parçası adlandırır. Deyir, mühit zaman sizdən intiqam alacaq. İşıqlıqda qaranlıq kimi qalacaqsınız. Oktay özündən, öz eşqindən, öz taliyindən, öz idealından intiqam alacağını söyləyir. Səfillər padşahı olacağını. Kim? Səfillər. Yəni Oktay da bu vəziyyətə gətirirlər də. Yəni Oktay birdən-birə o vəziyyətə düşmür axı. Pulu Aslanın üzünə çırpıb gedir. Firəngiz qeybdən səs gəlir, qeybdən. Mən aşiq neynim sənə? Müsibət-i Fəxrəddində və Dəhnamədə qeybdən səs var. Bir də Oktay El oğlu. Demək 3 əsərdə Oktay, Müsibət-i Fəxrəddin, bir də Dəhnamədə qeybdən səs məsələsi var. 4-cü pərdə artıq hadisələrdən 10 il keçib. Meyxanada səfil vəziyyətdədir Oktay, Sevər və ikinci dilənçi qadın küçədə oturub. Sevərin digər dilənçi ilə olan söhbətindən son 10 ildə baş verən hadisələr bizə aydın olur. Oktay sürgün edilir. Bacısını dayısına tapşırıb ki, mallarını təcridlə satıb onu saxlasın. Dayısı 2 il sonra ölüb. Firəngiz onu tapıb Danyardan gizli kömək edib. Danyar Firəngizi boşayıb. Sevər bir evdə qulluqçu olub. Sonra xəstəlikçi onu qovublar. İndi küçədə arada bir qardaşı haqqında xoş fikirlər eşidir. NurəddinƏkəsində isə illər sonra hadisələrin bir obrazın Gülpərinin dilə çatdırılması məqamına rast gəlir. Xaspolat və Səməd küçədən keçir. Sevər onlardan çörək pulu istəyir. Ona fikir vermirlər. Xaspolat Oktayın meyxanada olduğunu görüb, Səmədi tapıb onun yanına gətirir. Xaspolatın fikrincə Oktayı 2 gün dustaq saxlayıb, ayıldıb sonra yenidən səhnəyə qayıtmağına razı salmaq olar. Kimin? Xaspolatın fikrində. 3 gün bundan qabaq Oktay Xaspolatın təklifindən imtina edib. Xaspolat 10 il ərzində Oktayın harada olmağının şərhini verir. Demək, kim verir? Xaspolat 10 il ərzində Oktayın harada olduğunu. Onun Krımlı yoldaşından öyrənib. Kimdən öyrənib? Krımlı yoldaşından. Qubernatoru təhqir etdiyi üçün sürgün olunub. Gedib Türkistana. Orada hökumət əli çıxdığı üçün Sibirə göndərilib. 4-5 ildən sonra çıxıb yenidən həbs olunub. Yenidən inqilabdan sonra buraxılıb. Vəzifə təklifi olunub. Lakin mən səfirlər yurdunun padşahıyam deyərək getməyib. Arıcılıq nə oldu? Sürgün. Türkistana gedib. Orada əleyhinə çıxdığı Sibir. 4-5 ildən sonra yenidən həbs. Yenidən inqilabdan sonra buraxılıb. Vəzifə təklifi qəbul etməyib və mən səfirlər yurdunun padşahıyım deyərək getməyib. Oktay 3 gündür ki, gəlib, yanmış xarabalıqda yaşayır. Onu Xaspolat izləyib, görüb. Xaspolat artıq teatr müdürüdür. Şəkinski isə baş rejissordur. Xaspolat teatr müdürüdür, 10 il keçib də artıq. Şəkinski baş rejissordur. Xaspolat nitqindən Oktayın məsələ, hekayəyə, əfsanəyə çevrilini görürük. Onu Azərbaycan teatrının anası adlandırır. Kim?
Xaspoladın nitqindən Oktay. Planı var ki, Oktayı yenə qaçaqlarda oynatsın. Səməd və Xaspolad Firəngiz haqqında danışırlar. Səməd Firəngizin ərinin onun son örpəyini belə qumarda uduzduğunu və Firəngizi boşayıb yeni arvad aldığını deyir. Oktay qaraçıların səsinə başını qaldırır. Oktayın Muxanla söhbətindən bilinir ki, o hər şey sünidir, fikrindədir. Divar kimdən? Muxanla. Divarın kağızlarını cırır ki, əsl divar altda olandır. Qaraçı qız mahnısı oxuyur. Hansı mahnı var burada? Qaraçı qız mahnısı. Oktay meyxanaya pul ödəmir. Stolun üstündə qalan çörəyi də götürür. Düşəni də Muxanın başına çırpır. Xaspolad ödəniş edir. Səməd müdaxilə edir. Özünü Oktaya tanıtmaq istəyir. Oktay deyir, özünü tanıtmaq istəyirsənsə soyun, baxım sənə. Oktay, dostlar, qardaşlar, hanı mənim bacım? Sualını verir. Yəni, həqiqətən dostumsunuzsa onun yerini bilməliydiniz. Sizi mənim dalımca gəzdirən mən deyiləm, puldur deyir. Bu həqiqətən belə idi. Xaspolad Oktayın oynayacağı gecə biletləri bahalaşdırdığını söyləmişdir. Xaspolad Oktaya deyir. Səhnəmiz doğma, Xaspolad Oktayın oynayacağı gecə biletləri o da bahalaşdırdı. Həqiqət belədir. Xaspolad Oktaya deyir. Səhnəmiz doğma ana kimi qollarını açıb səni gözləyir. Sevər Oktaya əl açır. Oktay stoldan çörəyi ona vermək məqsədi ilə götürmüşdü. Amma əvvəl ona Oktayın aclığını inandırmasını istəyir. Deyir, qarnını cırım, baxım görüm həqiqətən açsa. Sevər cavabında elə öldür, xilas olun deyir. Oktaya çörəyi verir. Deyir, evimi aparardım sənə, ancaq evim yoxdur. Oktay, el oğlu xərabələr bayquşudur deyir. Sevərlə danışığında. Sevər qardaşının adını eşidir. Ondan kim olduğunu Oktay deyir. Əvvəllə mənim adım idi. İndi isə yoxam. Sevər özünü təqdim edir. Baxçısı olduğunu deyir. Oktay səadətini Tanrım qədər sevdiyim xalq səni də yaşatmadı deyir, ağlayırlar. Oktay qiyamətlər arasında yalnız 3 şeyi düşündüyünü deyir. Zavallı xalqı, sevəri və bir də o bivəfanı. Bivəfa da kimdir? Firəngiz ki, onun yəni sevgisinə laqeyd çıxan adam. Səni mən bədbəxt elədim deyir. Varlı olsaydım səni alardılar. Oktay bacısını tapdığına görə sabah axşam oynayacağını söyləyir. Yəni oynayacağının səbəbi bacısının tapılmasıdır. Səhnə vaqe olur. Şirlərin qaçaqları oynanılır. Şəkinskinin paxıllığı yenidən görünür. O Oktayı qibt edir. Cəmaatın çoxu onu tanımır. Bəs niyə gəlir? Mazandarski Şəkinski Oktayın öyrəndiklərini xatırlayır. Şəkinski Oktayı gəldi gedər adlandırır. Qorxu ki, rejissoru Oktaya verərlər. Şəkinski ilə Tamara Əlbirov tamaşanı pozmaq niyyətindədirlər. Kim? Şəkinski ilə Tamara. Danyar bəy Şəkinskiyə 500 manat göndərir ki, tamaşanı pozsun. Kim? Danyar bəy. Tamara özünü xəstəliyə vurmalıdır. Oktay Tamara haqqında əsərin əvvəlində olduğu kimi yenidən deyir. Azərbaycanlı rolunu o yaxşı oynaya bilməz. Necə ki, Rus obrazını biraz Azərbaycanlı yarada bilməz. Bunu Pushkinin Onegin əsərində, Pushkinin Onegin əsərinin misalında deyir. Tamarın əlinə bəhanə düşür. Bu düşüncə olan bir sərxoşla oynamayacağını deyir. Oktay deyir, xalq görsə ki, aktrisası yoxdur, özü öz xalqından bir aktrisa yaradar. Xaspolad müdir olaraq əmr etsə də Tamara oynamayacağını deyir. Şəkinski Tamarın haqlı olduğunu vurğulayır. Sözləşmişlər axı və Danyal barədə söhbətdə var. Tamara Xurşud oynasın deyir. Dursun Xaspolada Xurşuda təklif edir. Lakin Xurşud hazırlıqsızdır. Firəngiz artıq Azərbaycan rəfiqəsi Nərgiz lojaya gəlir. Firəngiz 13 il əvvəlki tamaşanı xatırlayır. Eyni loja, eyni rol, eyni səhnə. 13 il əvvəl. Firəngiz əvvəl özünü, sonra atasının qardaşını müqəssir bilir. Əvvəl özünü, sonra əvvəl özüdür, sonra atasıdır, sonra qardaşını müqəssir bilir. Xaspolad Oktay Eloğlunu təqdim edir. Onu səhnənin tanrısı adlandırır. Oktay səhnəyə çıxanda xalq onu Azərbaycan səhnəsinin sevinci, anası və sevimli oğlu adlandırıb güllər səpir. Səməd Firəngizə yazıb ki, aktrisa oynamaq istəmir. Nərgizin nitqindən məlum olur ki, Sara Gülgəz və Nərgiz aktrisa olmaq istəyirlər. Ancaq ilk addıma cəsarət etmirlər. Xaspolad səhnəyə çıxır. Tamaranın xəstəlik səbəbilə oynamayacağını bildirir. Cəmaat etiraz edir. Səməd lojaya yaxınlaşıb rejissorla Tamaranın planını, Danyanın pul göndərməsi Firəngizə danışır. Tamara səhnəyə çıxıb xəstə olduğunu deyir. Elxanlı Tamara ilə deyişir. Nəhayətində Tamara Oktay kimi yarımdəlli ilə oynamaq istəmədiyini deyir. Etiraz səsləri yüksəlir. Oktay, səfil xalq, səndə sənətkar bir qadın yoxdur. Varsansa yarat, yaratmırsansa sus və yaratmırsansa sus və uzaq ol deyir. Firəngiz oturduğu lojadan oynamaq istədiyini deyir. Hərəkətlərini və sözlərini bildiyini də vurğulayır. Elxanlı bacarar deyə Firəngizə dəstək verir. Aslan bəy mane olmaq istəsə də Firəngiz onu məhv etmişəm. İndi mən məhv etmişəm. İndi mən də diriltməliyəm. Şəkinski xam aktrisa oynamağına razı olmur.
Firəngisi sorğu-sual edir. Firəngiz sualların hamısına cavab verir. Şekinski Tamara'nın artıq geyindiyini, rolu onu oynayacağını bildirir. Lakin Firəngiz addımından geri çəkilmir. Xaspolad Firəngizin bu addımını səhnədə yüksək qiymətləndirir. Bu ilk Azərbaycanlı qadın səhnəyə çıxışıdır. İlk Qaranquş Özdəmir deyir. Yaşaspa fikir verin, burada əsas. İlk Qaranquş İlk Qaranquş burada kim dedi? Özdəmir dedi. Uşaqlar. İlk Qaranquş Özdəmir dedi və sonra biz görürük ki, Özdəmirdən sonra yaşasın Azərbaycan, azad Azərbaycan sənəti, bunu Elxanlı dedi. Özdəmir Elxanlı bir yaşasın Azərbaycan qız Özdəmir. Özdəmir ilk Qaranquş, Özdəmir yaşasın azad Azərbaycan qızı. Elxanlı isə yaşasın Azərbaycan sənəti deyir. 6-cı pərdə tamaşanın 8-ci pərdəsi oynanılır. Oktay Karl rolundadır. Tamaşanın 8-ci pərdəsi. Firəngiz rolda Oktay salamlayır. Amaliya rolundadır. Firəngizi tanıyan Oktay rolunu sözləndirir. Firəngiz onun sözlərini deyir. Onu ilan, əqrəb adlandırır. Firəngizə niyə həyatının keçidlərini qarşısına çıxdığını söyləyir. Axı o səfil həyatı buraxıb teatra geri dönmək istəyirdi. O bu sözləri sanki roldaymış kimi söyləyir. Oktay fərqli davranışda Amaliya Firəngiz tamaşa boyu öz sözlərini deyir. Artıq onun roldakı sözləri bitib. Karl Amaliyanı öldürməlidir. Oktay bıçağı doğrudan da Firəngizin köksündən sancır. Firəngiz onu bağışladığını söyləyir. Oktay, yalan deyirlər. Mən səni öldürmədim. Sən yaşayırsan. Sən buradasan. Köksünə vurub göstərir. Mənim bağrımdasan. Oktay, bacarmırsan, yaratma. Yaradırsan, yaşat. Sən yaratdığın Firəngiz indi yoxdur. Fəqət mən yaratdığım Firəngiz əbədidir. Onu kimsə öldürməz. O solmaz, qocalmaz, usandırmaz. Getdikcə gözəlləşər. Özün söylə. Kimdir daha böyük sənətkar? Sən ya mən? Oktay barmağındakı üzükləri aslanın üstünə atır. Sonda məşhur bir monoloq. Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan, sevərək parçalayan, parçalayaraq sevən əliqanlı səfirlər padşahı Oktay Eloğlu mu? Bu zavallı günahsız yavru mu? Əski həyatın bugün heç heykəlimi və ya Alman dahisi böyük şirlər özümü? Bununla da əsər sona çatır. Gəlin təhlilində bəzi bir hissələrə baxaq. Romantik bildiyimiz kimi faciədir. 1922-ci ildə qələmə alınıb. Söhbət burada biz bilirik ki, xalq və xalqa münasibət mövzusu əsərin əsas leytmotivini təşkil edir. Oktayın xalqın taleyi barədə olan fikirlərini birbaşa söylür. Ya mən olmalıyım, ya xalq yaşamaq istəyirsə yaratmalıyım. İmicəsin təkamülünə qarşı bu yazı xalqı tək buraxıb qaçmağı kim özünə layiq bilirsə bilsin. Mən bilmirəm. Bu məsələlər rast gəlir. Mühidə zamanıya etiraf motivi Oktay aparıcı motivdir. Mənəvi gerilik, İnkişafa qədim olan qüvvələrin güclü olması, xalq mənafeyini uca tutanların, yenilik uğruna mübarizə aparanların böyük maneələr üzrə gəlməsi, qadın hüququ və s. əsərin ideyasında dayanır. Əsərin əsas sürət olan Oktayın idealı da mübarizədə konkretdir. Milli səciyyəyə daşıyır. Oktay Eloğlu milli teatr yaratmaq idealı ilə xalqın mənəvi tərəqqisi yolunda hər şey qurban verməyə hazır olan ən işıqlı qəhrəmanlardandır. Onun daxili böhranı, faciəsi bu yolun nə qədər də çətin olduğunu göstərir. Oktay Eloğlu'nun qarşısında böyük ideal durur. Bu da teatr idealıdır. Yəni bu Cəfər Cabbarlının xalqımızın müasirləşməsi tərəfdarı olduğunu göstərir. Oktayın faciəsi milli idealların faciəsidir kimi də bir növ göstərilir. Həmçinin bu baxımdan Oktayın mühitlə, onun nümayəndələri konflikti yaranır. Altun dünyasındakı yalan və sünilik, həqiqət axtarışı və həqiqətsizliyə nifrət yaratmış xalqına bahar nəğməsi oxuyan Oktayın düşüncəsində, şuurunda ikiliyin, ziddiyyətin yaranmasına nəticədə müvazinəti itirməsinə də səbəb olur. Və biz Aslan bəyin təkidi ilə mən səni bir aktyor kimi sevdim deməsi Oktayı məhv edir. Oktay, yəni kim deyir bunu? Firəngiz deyir də. Ağır həqiqətsizlik böhranı keçirən Oktay hər şey süni və saxta görünür. Bu həqiqətsizlik əsl kökü məhv olan milli idealların və dəyərlərin yerindəki boşluq idi. Cəfər Cabbarlı özü də bu boşluq böhranı yaşayıb. Oktayın prototipi elə Cəfər Cabbarlının özü də sayıla bilər. Və biz burada ölüm səhnəsi ilə Cəfər Cabbarlı Oktayın mühiti inkar motivini tamamlayır. Digər tərəfdən Oktay romantik məntiqlə Firəngizi həqiqətsiz mühitdən, ona layiq olmayan çirkin mühitdən çıxarıb. Öz məntiqinə ən təmiz yerə, daimi yaşacağı yerə qəlbinə görür. Digər surət isə Firəngizdir. O səhnəyə can atan ilk qaranquşdur. Cəfər Cabbarlı üçün aktrisa sadəcə bir peşə deyildir. Müasir mədəniyyətin rəmzidir. Azad qadın idealının təcəssümüdür. Əvvəllər biraz çəkinir,
hamı sonra amma eləyir. Firəngiz bədbəxt də mühit və bu mühitdə Aslan bəy, Daniyar bəy kimi nümayəndələridir. Onlar üçün hər şey ölçüsü pul və vəzifədir. Son səhnədə Firəngizin ölümü həqiqət axtaran Oktayın əsl həqiqəti belə deyək də üzə çıxarmaq cəhdi idi. Əslində Oktay saxta saydığı Firəngizi öldürməklə yaddaşının dərinindəki həqiqi, idealist və romantik Firəngizi seçir. Bu həm də Oktayın saxta və süni ideyalardan intiqamı kimi qələmə alınmışdır. Bu qədər uşaqlar, inşallah növbəti dərsdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.